أعوذ بالله من الشيطان اللعين الرجيم بسم الله الرحمن الرحيم والحمد لله رب العالمين وصلى الله على محمد وآل محمد الأئمة والمهديين وسلم تسليما. السلام عليكم ورحمة الله وبركاته. Mənə qoşulduğunuz üçün təşəkkür edirəm və bugün son dərəcə maraqlı bir mövzuya girəcəyik. Bu ağır bir mövzudur, lakin ləl cəvahiratla doludur. Biz bu seriyada hermetik yazıları nəzərdən keçirirdik və bu səyahət boyu bizi başqa mətnlərə apardı və biz hələ bununla işimizi bitirməmişik. Lakin son qeyddə biz Ümmül Kitab adlı bir kitabı nəzərdən keçirdik. Və bu içindəki təlimlərin İmam Baqir əleyhissalamdan onun ən yaxın şagirdlərindən biri olan Cabirə ötürüldüyü gizli bir gnostik kitabdır. Və əslində Yahyanın gizli kitabı adında bir xristian mətni var və bu kitabın o kitabla çox əlaqəsi var. Ümmül Kitab və Yahyanın gizli kitabı əslində bir növ əl-ələ verib gedirlər. Onlar o qədər əl-ələ verib gedirlər ki, Ümmül Kitabı öyrənən insanlar, alimlər, müstəqil alimlər, qeyri-İslami alimlər bunu fərq ediblər. Və əslində Ümmül Kitab çap olunmazdan əvvəl onunla bağlı qeydlərində bunu qeyd ediblər. Beləliklə, Yahyanın gizli kitabı sadəcə onun haqqında sizə biraz arxa plan təfərrüatı vermək üçün deyim ki, bu ümumiyyətlə mövcud olan ən erkən məlum xristian əlyazmalarından biridir. Və bütün dünyada bu əlyazmanın yalnız 4 məlum nüsxəsi qalıb. Onların 4-ü də Misirdən çıxıb və bunun səbəbi odur ki, erkən kilsə bu əlyazmanın doğruluğunu müzakirə edirdi. Onlar baxdılar və dedilər, bilirsiniz nə var? Bu əlyazma bizim heç xoşumuza gəlmir. O dövrdəki Romalılar və kilsə rəhbərliyi harada tapılmasından asılı olmayaraq bu əlyazmanın hər hansı bir nüsxəsini nəyin bahasına olursa olsun məhv etmək əmri verdilər. Və beləliklə Kopt dilində yazılmış və Yunan orijinallarından tərcümə edilmiş o 4 nüsxə istisna olmaqla əlyazmaların əksəriyyəti məhv edilib. Elə isə gəlin bugün bunu nəzərdən keçirək. Bunun Məsihin həvarilərindən biri ilə, yəni Yahya ilə əlaqəli olduğu güman edilir və əlyazmanın əvvəlində belə deyilir. Bir gün Yaqubun qardaşı Yahya, indi biz İsa Məsihin əhd-i cədiddə məlum olan 12 həqiqi həvarisindən və ya şagirdlərindən ikisi haqqında danışırıq. Deyir, bir gün Zebedeyin oğulları Yaqubun qardaşı Yahya məbədə qalxırdı. Arimanios adlı bir farisey onun yanına gəldi və ona meydan oxudu. Sənin izlədiyin o müəllim haradadır? Yahya cavab verdi. O gəldiyi yerə qayıtdı. Deməli burada böyük bir ipucu var. İndi bilirik ki, bu Yahyadır və o danışır. O, Məsihin çarmıxa çəkilməsi hadisələrindən sonra baş verən hadisələri qeyd edir. Farisey dedi, o Nazaretli sizi azdırdı, o sizə yalan danışdı, qəlblərinizi bağladı, o sizi əcdadlarınızın ənənələrindən döndərdi. O Yahyanın və həvarilərin qəlbinə şübhə salmağa çalışırdı. Mən bunu eşidəndə Yahya ilə məbəddən çıxdım və tək başına kimsəsiz bir dağ bölgəsinə getdim. Çox məyus idim və öz-özümə dedim, xilaskar necə seçildi? Deməli, indi bu suallar yaranmağa başlayır. Xilaskar necə seçildi? Atası onu niyə bu dünyaya göndərdi? Onun atası kimdir? Biz hansı növ aləmə gedəcəyik? Çünki o, bizə bu dünyanın əbədi aləm əsasında modelləşdirildiyini desə də, o daha yüksək aləmi bizə izah etmədi. İndi burada dərhal bu cümləyə diqqət edək. Bu dünya əbədi aləm əsasında modelləşdirilib və bilirik ki, bu ideyanı dəfələrlə görmüşük. Biz bunu hermetik mətnlərdə görmüşük. Biz bunu həmçinin Sokratın və Platonun təlimlərində görmüşük. Bu ideya ki, formalar dünyası, ideal dünya var,
heç vaxt xarab olmayan, heç vaxt məhv olmayan dünya var və bu dünya həmin dünyanın bir modelidir. Yəhya deyir ki, İsa da əslində tam olaraq eyni şeyi öyrədib. Mən bu şeylər haqqında düşünərkən qəflətən səmalar açıldı. Bütün yaradılış yuxarıdan gələn nurla parladı və dünya titrədi. Eynilə indi olduğu kimi. Muhammed və Ali Muhammedə salavat göndərin. Allahumma salli ala Muhammed və ali Muhammed aleyna və məhdiyin və səlləm təslim. Mən dəhşətə gəldim, lakin sonra nurun içində qarşımda kiçik bir uşaq peyda oldu. Mən baxmağa davam etdim və uşaq qoca bir kişiyə çevrildi. Sonra dəyişib yenidən gənc bir kişiyə döndü. Aha, deməli burada 3 hal var. Uşaq, qoca, kişi, gənc. Mən nə gördüyümü başa düşmürdüm. Bu, nurun içində bir neçə formaya malik bir görüntü idi. Hər forma digərlərinin içindən görünürdü və görüntünün 3 yönü var idi. O mənə dedi, Yəhya, niyə şübhə edirsən? Niyə qorxursan? Aha, deməli o iman böhranı keçirir. Sən bu görüntünü tanımırsan? Qorxma. Mən həmişə sizin hamınızla birlikdəyəm. Mən atayam, anayam, oğulam. Mən korlanmayan paklığam. Mən sənə hazırda nəyin olduğunu, keçmişdə nəyin olduğunu və gələcəkdə nəyin olacağını öyrətməyə gəlmişəm. İndi burada qeyd edin ki, o açıq şəkildə İsa olduğunu demir. O özünü əslində İsa kimi təqdim etmir. Lakin xristianların əksəriyyəti bunun İsa olduğunu başa düşüblər. Lakin diqqət yetirin ki, o 3 formada görünür və özünü 3 varlıq kimi təqdim edir. Ata, ana və oğul. O həmçinin 3 şeyi öyrətməyə gəlir. Nə var, nə olub və nə olacaq. Belə ki, siz başqa bir üçlüyü, görünməz dünyanı, görünən dünyanı və kamil bəşəriyyətin dəyişməz irqini başa düşə biləsiniz. Və bu, həqiqətən bizi 3 rəqəmi və xristianlıqda olan üçlük ideyası haqqında düşünməyə vadar edir. Təbii ki, onlar ata, müqəddəs ruh və oğulun olması ideyasına inanırlar. Və ya İslamda əslində bəzi hədislərdə olan ideya ki, orada deyilir, Allahı məndən və səndən başqa heç kim tanımır. Bunu Peyğəmbər deyir. Məndən və səndən başqa heç kim tanımır, ey Əli. Və məni səndən və Allahdan başqa heç kim tanımır. Və səni məndən və Allahdan başqa heç kim tanımır. Beləliklə, burada üçlük ideyası var. Yalnız onlar reallığı tanıyırlar. Həmçinin məna, isim və bab anlayışı var və onlar yaradılışda üçlüklər şəklində görünürlər. Elə deyilmi? Məsələn, Muhammed Peyğəmbərin öz dövründə yaradılışda Allahın ismini təmsil etməsi ideyası və Əli ibn Əbu Talibin mənanı təmsil etməsi. Elə deyilmi? Və ya Allah Subhanahu və Taala'nın mənasını, onun əməlləri bu adların və ya sifətlərin mənasının təzahürü idi. Və Salman Farsi onlara gedən qapı idi. Və ya bizim ulduzumuz var ki, orada 2 üçbucaq var. Birində Muhammed, Həsən, Hüseyin, digərində isə Fatimə, Əli və Qaim var. Beləliklə, davamlı olaraq mövcud olan bu üçlüklər ideyası var. Bu ideya Quranın özündə, Məryəm surəsinin 33-cü ayəsində də var. O zaman ki, İsa deyir, doğulduğum gündə, öləcəyim gündə, yenidən dirildəcəyim gündə mənə salam olsun. Beləliklə, İsa ilə əlaqəli istinad edilən 3 gün var. Keçmişdə bir gün, gələcəkdə bir gün və uzaq gələcəkdə bir gün. Beləliklə, keçmiş, indi və gələcək mövzusu da var. Bu 3 an mövcuddur və əslində mövcud olan yalnız bu 3 andır. İndiki an, əvvəllər olub bitmiş hər şey və hələ baş verməmiş hər şey. Və bu axşam danışacağımız və araşdıracağımız mövzuların əslində bununla çox əlaqəsi var və düşünürəm ki, bu yerinə düşür. Çünki biz dekabr ayındayıq. Gəlin məşhur bir hekayəni, Milad nəğməsi adlanan Milad hekayəsini nəzərdən keçirək. Milad nəğməsini kim bilir? Deməli, çox egoist bir adam var.
O çox xəsisdir. Onun adı Scrooge-dur. O çox xəbisdir. O sədaqə verməyi xoşlamır. O miladı korlamağı xoşlayır. O Grinch tipli bir fiqurdur. Və beləliklə hakim qüvvələr bu zəngin adama bir dərs vermək qərarına gəlirlər və onu 3 ruh ziyarət edir. Keçmiş miladın, indiki miladın və gələcək miladın ruhu. Elə deyilmi? Və o müəyyən şeylər öyrənir. Keçmişindəki şeyləri görür. Gözləri onlara açılır. Ona onlar xatırladılır. O indiki zamandadır və burada nə baş verdiyini bilir. Və ruh həmçinin onun indiki zamandakı hərəkətlərinin daha çox təsirlərinə gözlərini açır. Və sonra o gələcəyi görür və yalnız bu 3 anın birliyi, bu 3 təcrübə, bu 3 dərs və onun bu 3 vaxtı görməsi ilə o kamilləşir və dəyişir. O artıq pis adam olmur, o əslində yaxşı bir adama çevrilir. Beləliklə, kollektiv şəkildə kamil və ya 3 dəfə böyük, Hermes Trismegistus olan keçmişin, indinin və ya gələcəyin birləşməsidir. Beləliklə, belə bir ideya var ki, kamil mərifət bu 3 şeydən doğulur. Mənbə, yəni törədici qaynaq, ata, huvə və ruhsal mövcudluq. Aydındır? Hansı ki, arxetipik və ya kamil insanı gücləndirir. Yəni, huvə, Allah və məxluqatdakı Allah. Bu da bir üçlükdür, bu üçdür. Beləliklə, bu o ideyadır ki, kamillik bərabərdir. Mənbə, üstəgəl təzahür, üstəgəl canlı mövcudluq. Çünki təzahür və canlı mövcudluq olmadan mənbə gizli qalır. Allah heç vaxt tanınmır. Beləliklə, bu ideya erkən xristianlar, bəzi erkən yəhudilər və müsəlmanlar üçün çox vacib idi ki, əgər Allah Rəsulu Muhammed sallallahu aleyhi və aleyh yaradılışa gəlməsəydi və Muhammed dəstəklənməsəydi, Allah subhanahu və taala bütün şeylərin mənbəyi heç vaxt tanınmazdı. İsa dəstəklənir, elə deyilmi? Cəbraillə, müqəddəs ruhla. Beləliklə, bu, yuxarıda Allah, aşağıda elçi və onların ikisinin arasında olan varlıq. Bu ruhun birləşməsidir. Və hər şeyi vəhy edən odur. Aydındır? Xristianlar da, əsas axın xristianlıq bu ideyanı götürdülər və onu təhrif etdilər. Və onu elə bir şeyə çevirdilər ki, dedilər, Allah 3-dən biridir. Yəni, İsa və ya yaradılışdakı Allah bərabərdir. Müqəddəs ruha, o da bərabərdir Allaha. Aydındır? Məntiqi tutunuz, yaxşı. Beləliklə, əlyazma davam edir. O deyir, başını qaldır, öyrətdiklərimi başa düş. Ruhu qəbul etmiş, kamil bəşəriyyətin dəyişmə zirqinə mənsub olan başqaları ilə bunu paylaş. Vahid olan hər şeyi idarə edir. Vahid olanın üzərində heç nə hökmranlıq etmir. İndi biz erkən kilsənin niyə bu mətni o qədər də bəyənməməsinin səbəblərindən birini görməyə başlayacağıq. İsa və ya nurdan gələn varlıq hermetik xütbəyə çox bənzər, bir xütbəyə başlamaq və vahid və mütləq olan Allahı təsvir etmək və bəyan etmək üzrədir ki, əslində heç nə onun kimi deyil. O, hər bir yəhudinin, xristiyanın, həqiqi xristiyanın və müsəlmanın gözləyəcəyi pak, kamil, tövhid xütbəsini söyləyəcək. Vahid olan hər şeyi idarə edir. Vahid olanın üzərində heç nə hökmranlıq etmir. O, Allahdır, hər şeyin atasıdır. Müqəddəs olandır, hər şeydən uca, görünməz olandır. O, tamamilə pakdır. Heç bir gözün baxmağa dözə bilməyəcəyi pak nurdur. Vahid olan görünməz ruhdur. Onu sadəcə bir ilah və ya hətta tanrı kimi düşünmək düzgün deyil. O bir ilah ideyasından belə ucadır. Heç nə ondan yuxarıda deyil. Heç nə onun üzərində deyil. Hər şey onun daxilində mövcuddur. Lakin o, heç nəyin daxilində mövcud deyil. O, heç nəyə bağlı deyil. Buna görə də o əbədidir, o tamamilə kamildir və heç nəyə ehtiyacı yoxdur.
O tam mükəmməl nurdur. Vahid olanın sərhədləri yoxdur. Çünki onu məhdudlaşdırmaq üçün ondan kənarda heç nə yoxdur. Vahid olan hətta tədqiq edilə bilməz. Çünki onu imtahan etmək üçün ondan kənarda heç nə dayanmır. Vahid olan ölçülə bilməz. Çünki ondan kənarda onu ölçəcək heç nə yoxdur. Vahid olan görülə bilməz. Çünki heç kim ona baxa bilməz. Vahid olan əbədidir. Çünki o həmişə mövcuddur. Vahid olan qavrayışdan kənardır. Çünki heç bir ağıl onu həqiqətən dərk edə bilməz. Vahid olan təsvir edilə bilməz. Çünki heç bir söz ona layiqincə tətbiq edilə bilməz. Vahid olan sonsuz nurdur, paklılıqdır, müqəddəslikdir, ləkəsizdir. İmam Əhməd Əl-Həsən əleyhissalamın Tövhid kitabında danışdığı o qara nöqtədən, egodan münezzəhdir. Vahid olan bütün anlayışlardan kənardır. Fəsaddan mükəmməl şəkildə azaddır. Xatırlayın, Əhməd Əl-Həsən əleyhissalam Tövhid kitabında nə demişdi? Son məqsəd nədir? Heç nə bilmədiyini bilməkdir, elə deyilmi? Və ya heç vaxt tanıya bilməyəcəyini bilməkdir. Siz vahid həqiqi Allahı heç vaxt başa düşə bilməzsiniz. Çünki o bütün qavrayışlardan da ucadır. Siz onu bütün sifətlərdən münezzeh tutmalısınız. O sadəcə kamil deyil, sadəcə mübarək deyil, sadəcə ilah deyil. Bütün o ideyalardan daha ucadır. O nə fizikidir, nə qeyri-fiziki, nə nəhəngdir, nə kiçik. Onu kəmiyyət və ya keyfiyyətlə təyin edə bilməzsiniz. Çünki o bütün elmlərdən ucadır. Vahid olan sadəcə varlıqlar arasında başqa bir varlıq deyil. O hamıdan sonsuz dərəcədə böyükdür. Lakin ona daha böyük demək belə hələ də dəqiq deyil. O bütün mövcudluq aləmlərindən və hətta zamandan ucadır. Varlıq daxilində mövcud olan hər nə varsa yaradılmışdır. Məkan və zamanda mövcud olan hər nə varsa ona zaman verilmişdir. Vahid olan heç nədən heç nə qəbul etmir. O sadəcə öz kamil nurunda özünü tanıyır. Vahid olan əzəmətlidir. Ölçüyə gəlməz əzəmətdir. O bütün aləmlərin başçısıdır. Bütün aləmləri yaradandır. Nurdan nur törədən, həyatdan həyat törədən, mübarəklikdən mübarəklik törədən, elmdən elm törədən, xeyirdən xeyir törədən, mərhəmətdən mərhəmət törədən, səxavətdən səxavət törədəndir. O, bu keyfiyyətlərə sahib olduğu əşyalar kimi malik deyil. O, onların mənbəyidir. Hər bir adın arxasındakı əsl mənbədir. O, hər cür ölçüdən kənar, hər cür anlayışdan kənar nur saçır. Başqa nə deyə bilərəm? Onun aləmi əbədidir, dincdir, səssizdir və hər şeydən əvvəl sükunətdədir. O, hər bir aləmin başıdır və xeyirxahlıq vasitəsilə hər birini dəstəkləyir. Əgər atadan çıxan vahid olmasaydı, biz ifadə edilə bilməyən vahid olan haqqında heç nə bilməzdik və ölçülə bilməyən vahid olan haqqında heç nə bilməzdik. Bunu bizə yalnız o tanıtdırdı. Ata nurla əhatə olunub. İndi istəyirəm ki, burada həqiqətən diqqət yetirəsiniz. Ata nurla əhatə olunub. Aha, məntiqlidir. O nur saçır, o nur yaradır, o nurla əhatə olunub. O özünü həmin nurda tanıyır. Bütün aləmləri saxlayan, həyat suyunun dumduru bulağı. O özündən süzülən bu ruh bulağında öz yansımasını görərək hər yerdə ətrafındakı öz surətinin fərqindədir. Sadəcə bu yaradıcı qüvvə, yaradıcı enerji, nur, həyat var. Hansı ki ondan axır və onu hər tərəfdən əhatə edir. Və onun daxilində mövcud olan onun yansımalarıdır. Yansıdacaq başqa heç nə yoxdur. Nəyi yansıda bilərsiniz? Beləliklə, indi bizdə ilk yansımanın olması anlayışı var. Buna hazırıq. Bu böyükdür, bu çox böyükdür. O nurdan suda, onu əhatə edən saf nurdan bulaqda gördüyü surətə cəzb olunur. Onun özünü dərk edən düşüncəsi vücuda gəldi və onun nurunun parlaqlığından onun qarşısında peyda oldu. O, onun qarşısında durdu. İndi biz ən birinci məxluq haqqında danışırıq. O, onun qarşısında durdu. Bu hər şeydən əvvəl
atanın ağlından doğan bütün qüvvələrin birincisidir. Hər şeyin təqdiri, qayğısı və rəhbərliyidir. Onun nuru atanın nurunu yansıdır. O, onun nurundakı onun surətindən qüdrətdə kamil, görünməz, kamil bakirə ruhun surətində gəlir. Aha, nə baş verir? O birinci qüvvədir. Barbelonun izzətidir, aləmlər arasında izzətli olan, vəhin izzətidir. O, bakirə ruha izzət verdi və onu məth etdi, çünki o bakirə ruhdan meydana gəlmişdi. Bu ilk düşüncə ruhun surətidir. O, universal bətindir. O, hər şeydən əvvəldir. Beləliklə, indi biz ən başlanğıcda olan çox vacib bir qadına istinad edirik. O, bir çox şeylər kimi təsvir edilir. O, təqdir kimi təsvir edilir. O, bakirə ruhu məth edir. Yeri gəlmişkən, burada hər dəfə bakirə ruh görəndə söhbət mütləq Allahdan gedir. Aydındır. Sadəcə bunu yadda saxlayın. Allah Subhanahu və Taala bu hədisdə nə deyir? O buyurur, bu Fatimədir və mən göylərin və yerin fatiriyəm. Hökmümün qərara alındığı gün mühakimə günümdə düşmənlərimi mərhəmətimdən kəsəcəyəm və dostlarımı onları utandıran və rüsvay edən hər şeydən kəsəcəyəm. Beləliklə, mən onun adını öz adımdan götürdüm. Yəni, elə adın özü. Biz bu mətndə bütün yaradılışın mənşəyi haqqında danışırıq. Elə deyilmi? Vahid ruh, uca Allah yaratmağa başlayanda o yaradılışı yoxdan var edir. Burada Allah Subhanahu və Taala deyir ki, Fatimə, onun adı Fatirdən götürülüb. Fatir yoxdan var edən deməkdir. Beləliklə, bu çox böyük bir işarə, çox böyük bir ipucudur. Və Allah Rəsulu sallallahu aleyhi və aleyh buyurmuşdur. Həqiqətən Allah, ey Fatimə, sənin adını öz adlarından götürüb. O, Fatirdir və sən Fatiməsən. Sallu ala Muhammed və ali Muhammed. Başqa bir hədisdə Rəsulullah buyurmuşdur. Allah Adəm və Həvvanı yaratdıqda onlar cənnətdə qürurla gəzirdilər. Adəm Həvvaya dedi, Allah bizdən daha yaxşı heç bir məxluq yaratmayıb. Beləliklə Allah Cəbrailə vəhy etdi. Mənim qullarımı ən yüksək cənnətə apar. Onlar ora daxil olduqda cənnət taxtında oturan, başında nurdan tac və qulaqlarında nurdan sırğalar olan gənc bir xanım gördülər və bağlar onun üzünün nurundan parlayırdı. Adəm dedi, əziz Cəbrailım, gözəlliyi cənnəti işıqlandıran bu gənc xanım kimdir? Cəbrail dedi, bu sənin nəslindən olan zamanın sonunda zuhur edəcək bir peyğəmbərin qızı, Muhammedin qızı Fatimədir. Adəm dedi, onun başındakı tac nədir? O dedi, onun əri Əli ibn Əbu Talib əleyhissalam. Adəm dedi, bəs qulaqlarındakı sırğalar? O dedi, onun iki oğlu Həsən və Hüseyn əleyhissalam. Görün, bir xanım ki, onun başındakı tac Əli ibn Əbu Talibdir və sırğalar Həsən və Hüseyn əleyhissalamdır. Adəm soruşdu, onlar məndən əvvəl yaradılıblar? O dedi, bəli, onlar sənin yaradılmağından 4000 il əvvəl Allahın gizli elmində mövcud idilər. Beləliklə, indi bilirik ki, Muhammed və Ali Muhammed, xüsusilə də Əhl-i Kisa əleyhissalam, Adəm və Həvva ümumiyyətlə yaradılmazdan minlərlə il əvvəl mövcud olublar. Və bu zahirdən belə görünür. Baxın, əgər biz bu hədislərə baxsaq və alimlərdən əvvəllər eşitdiklərimizi, insanlardan eşitdiklərimizi bir kənara qoysaq və onu sadəcə olduğu kimi oxusaq, bu çox aydındır. Bu xanımın əzəməti çox aşkardır və bu, onun hətta Əli ibn Əbu Talib, Həsən və Hüseyndən daha əzəmətli olduğunu eyham edir. Və bunu təsdiqləyən hədislər var, baxmayaraq ki, bəziləri bu anlayışı və ya bu fikri bir növ bidət hesab edirlər. Bizdə Muhammed Peyğəmbərin Fatimənin yanına daxil olduqda, onun ehtişamından ona rüku etdiyini deyən hədislər var.
Bizdə Muhammed və Ali Muhammeddən gələn rəvayətlər var ki, imamların yaradılış üzərində höccət olduqlarını, Fatimənin isə onların üzərində höccət olduğunu bəyan edir. Beləliklə, Fatimə ilə əlaqəli bu əzəmətin olması və onun höccətlər üzərində höccət olması ideyası var. Başqa bir hədisdə Allah Rəsulu Fatimə haqqında buyurur: Allah Adəmi yaradıb məni onun belindən çıxaranda və Allah Fatiməni mənim belimdən çıxarmaq istədikdə, onu cənnətdə bir alma etdi. Bu sizə nəyi xatırladır? Qadağan olunmuş meyvələri, elə deyilmi? Sallu ala Muhammed ve ali Muhammed. Allah Adəmi yaradıb məni onun belindən çıxaranda və Allah Fatiməni mənim belimdən çıxarmaq istədikdə, onu cənnətdə bir alma etdi. Cəbrail onu mənə gətirdi və dedi: Salam olsun sənə ey Muhammed. O dedi: Rəbbin sənə öz salamını göndərir. O dedi: Bu bir almadır. Allah onu sənə cənnətdən hədiyyə edib. Onu ye. Başqa hər kəsə haram olan o meyvə Rəsulullah sallallahu aleyhi və aleyh üçün halal idi. Mən onu yardıqda parlaq bir nur gördüm və o diksindi və mən diksindim. Cəbrail dedi: Onu ye və qorxma. O nur səmada mənsurə üçündür. Yerdə isə o Fatimədir. Beləliklə indi bilirik ki, Fatimənin çoxlu adları var, təkcə bir adı yoxdur. O Fatimədir, o Mənsurədir, o Barbelodur. Mən soruşdum: Niyə o səmada Mənsurə, yerdə isə Fatimə adlanır? O dedi: O Fatimə adlanır, çünki onun davamçıları cəhənnəm odundan ayrılıb və düşmənləri onu sevməkdən məhrum edilib. Və ayə tətbiq olunur. O gün möminlər Allahın qələbəsi ilə sevinəcəklər. Yəni Fatimənin öz sevənləri üçün qələbəsi ilə sevinəcəklər. Başqa bir rəvayətdə İmam Sadiq əleyhissalam buyurur ki, Fatimə Ümmü Əbiha adlanır. Atasının anası. Rəvayət olunur ki, Allah Muhammed Peyğəmbərə buyurub: Ey Əhməd, əgər sən olmasaydın səmaları yaratmazdım. Əgər Əli olmasaydı səni yaratmazdım. Və əgər Fatimə olmasaydı, sizin ikinizi də yaratmazdım. Beləliklə burada birinci hədisdə onun Ümmü Əbiha olması ilə açıq şəkildə görünür ki, o öncə gəlir. Çünki ana övladdan əvvəl gəlir, elə deyilmi? Yəni o atasının anasıdırsa, deməli o atasından əvvəl gəlir. Və burada aydın məsələdir ki, bu yaradılış hekayəsində, bu hədisdə Fatimə birinci gəlir. Əgər Fatimə olmasaydı, onlar heç mövcud belə olmazdılar. Oldu. Deməli biz hazırda buradayıq. Biz sadəcə hər şeyi addım-addım xəritələndirməyə çalışırıq ki, siz dostlar azmayasınız. Burada bizdə olan odur ki, ən birinci addım görünməz ruhdur və görünməz ruh indi özünün ən birinci yaradılışını yaradıb. Hansı ki o onu Barbelo və ya təqdir adlandırır və o ona o kimi istinad edir. Gəlin davam edək. O ana atadır, ilk insandır, müqəddəs ruhdur. 3 qat kişi, 3 qat qüdrətli, 3 qat adlıdır. Maraqlıdır, elə deyilmi? Çünki biz hermetik seriyalar üzərindən keçdik və onlar Hermesə 3 qat ən böyük, Trismegistus kimi istinad edirdilər. Burada isə bizdə 3 qat kişi, 3 qat qüdrətli, 3 qat adlı var. Görünməz aləmlər arasında ilk yüksələn iki cinslidir, əbədi aləmdir. İndi davam etməzdən əvvəl sizə çox tez izah etmək istədiyim bir şey var ki, siz bunu qavraya biləsiniz. Çünki bu çox ağır, qəliz mətindir. Əgər kimsə sizə izah etməsəydi, bəlkə də bu mövzuların çoxu itbat olub gedərdi. Beləliklə, bu mətnin və dünyanın mənşəyini təsvir edən digər qnosis mətnlərin arxasındakı ideya budur ki, onlar bu aləmdən yuxarıda mövcud olan dünyaları təsvir edirlər. Sözlər onları dəqiq ifadə edə bilmir. Lakin bizdə olan və əlyazmada təkrar-təkrar baş verdiyini görəcəyimiz şey budur ki, Allahın yaratdığı və ya digər məxluqların yaratdığı varlıqlar əvvəlcə sadiq və ya riza kimi sifətlər və ya xüsusiyyətlər olaraq başlayırlar. Və onlar sonda həm bir aləm, həm də bir varlıq kimi təsvir edilirlər. Aydındır? Yaxşı, beləliklə Barbelo, görünməz aləmlər arasında ilk yüksələn iki cinslidir.
Əbədi aləm, o həm bir aləmdir, bir okeandır, həm də bir varlıqdır. O Barbelo bakira ruhdan, yəni Allahdan qabaqcadan bilməni istədi. Ruh razılaşdı və qabaqcadan bilmə irəli gəldi və təqdirin yanında dayandı. Əbu Bəsirdən Əbu Abdullah İmam Sadiq əleyhissalamdan rəvayət edilir ki, o dedi: O əzəmətli və cəlal sahibi Allah Fatimə sağ olduğu müddətcə qadınları Əliyə haram etdi. Niyə? Deyə soruşdum. Bu necə olur? O cavab verdi. Çünki o pak idi və heyz görmürdü. Onun aybaşı halları olmurdu və bu bizə Fatimənin qadın deyil, əslində kişi kimi təsvir edən digər mətnləri çox xatırladır. Və bu az öncə oxuduğumuzu izah edir. O onu ana-ata, kişi-qadın kimi təsvir edirdi. Allah Rəsulundan rəvayət edilir ki, o buyurdu: Həqiqətən Fatimə insan surətində bir huri olaraq yaradılmışdır və peyğəmbərlərin qızları heyz görmürlər. Allah Rəsulundan həmçinin soruşuldu: Bətul nə deməkdir? O cavab verdi: O heç vaxt qırmızılıq görməyən və heç vaxt heyz görməyəndir. Çünki peyğəmbərlərin qızlarında heyz bəyənilmir. Simon Peter onlara dedi: Bu Thomasın İncilindəndir. Sonuncu kəlamdır. Orada deyilir: Məryəm aramızdan getsin, çünki qadınlar həyata layiq deyillər. İsa dedi: Baxın, mən onu yönləndirəcəyəm ki, onu kişi edim. Beləliklə, o da sizin kişilər kimi yaşayan bir ruh olsun. Çünki özünü kişi edən hər qadın səma krallığına daxil olacaq. Yəni, aydındır ki, burada belə bir mövzu davam edir. Aydındır ki, Fatimə bioloji olaraq qadın idi. Aydındır ki, Məcdəli Məryəm bioloji olaraq qadındır. Aydındır ki, İsa onun cinsiyyət dəyişdirmə əməliyyatı keçirməsindən danışmır. Lakin onlar kişi və qadına istinad edərkən başqa bir şeydən danışırlar. Onlar xüsusi bir təbiəti kamilləşdirməkdən danışırlar. Yaxşı, gəlin davam edək. Beləliklə, xəritə budur. Biz buradayıq. Görünməz ruh Barbelonu meydana gətirir. Barbelo görünməz ruhdan qabaqcadan bilməni istəyir və bu həqiqətən də hədislə uzlaşır. Əgər sən olmasaydın, əgər Fatimə olmasaydı, biz səni yaratmazdıq. Elə deyilmi? Gəlin burada uyğun gəlib gəlmədiyinə baxaq. Qabaqcadan bilmə gəlir. Ruha və Barbeloya, ruhun kamil qüdrətinə izzət verir. Çünki qabaqcadan bilmənin vücuda gəlməsinin səbəbi Barbelo idi. Barbelo sonra bakira ruhdan mütləq saflıq istədi. Ruh razılaşdı, mütləq saflıq gəldi. Düşüncə və qabaqcadan bilmənin yanında dayandı. Mütləq saflıq görünməz bakira ruha və Barbeloya izzət verdi. Çünki onun mövcud olmasının səbəbi Barbelo idi. Bu, indi 3 oldu. O əbədi həyat istədi, ruh razılaşdı. Əbədi həyat gəldi və onların hamısı birlikdə dayandılar və görünməz ruha və Barbeloya izzət verdilər. Çünki onun mövcud olmasının səbəbi o idi. O həqiqət istədi, ruh razılaşdı. Həqiqət gəldi və onların hamısı ilə birlikdə dayandı. Onlar görünməz ruha və Barbeloya izzət verdilər. Çünki onun mövcud olmasının səbəbi o idi. Sonra deyir: Bu atanın 5 qat aləmidir. Vəssalam. Bu atanın 5 qat aləmidir. Bu Allaha ən yaxın olan aləmlərin ilkidir. O Allahdan başqa 5 varlıqdan ibarətdir. İlk insan görünməz ruhun surəti, təqdir, Barbelo düşüncə və onlarla birlikdə qabaqcadan bilmə. Mütləq saflıq, əbədi həyat və həqiqət. Bunlar iki cinslidir. 5 qat aləmdir ki, bu da atanın onluq aləmini təşkil edir. İki cinsli nə deməkdir? Bu o deməkdir ki, onun hər iki aspekti, həm kişi, həm qadın aspekti var. Beləliklə, hər iki aspektə malik 5 varlıq 10 aspektə bərabərdir. Başa düşdünüz? Bunun kimi eyni ilə əhl-i kisa yuxarıda daha yüksək aləmdə olduqları zaman və onlardan da saçan 5 nur və ya 5 aspekt var idi ki, bunlar Şahin, Simurq, Düldül, Şir və Buraq idi. Həqiqətən oxşar görünür, elə deyilmi? Ata Barbeloya, görünməz ruhun ətrafındakı saf nura baxdı
Barbelo hamilə qaldı və onun kimi mübarək, lakin ona bərabər olmayan bir nur qığılcımını doğdu. Deməli, o indi bir məxluq doğur, lakin bu məxluq ona bərabər deyil. Digərləri kimi deyil. Digərləri eyni aləmdə idilər. Bu isə fərqli bir təbəqə, fərqli bir səviyyə, daha aşağı bir səviyyədir. O, ana atanın yeganə övladı, yeganə nəsli, pak nurun, atanın yeganə doğulanı idi. Görünməz bakirə ruh ilk qüvvədən, təqdirdən, Barbelodan meydana gələn nurla şad oldu. Sonra o, Fatimənin əlindən tutarkən başını onlara tərəf qaldırdı. Sonra onu Əlinin əlinə qoydu və ona dedi: Ey Əbəlhəsən, bu sənə verilmiş Allahın əmanəti və onun Rəsulu Muhammedin əmanətidir. Beləliklə, onun barədə Allahı qoru və onun barədə məni qoru və həqiqətən sən bunu edəcəksən. Sonra o dedi: Allaha and olsun ki, bu əvvəlkilərin və sonrakıların cənnət əhli qadınlarının xanımıdır. Allaha and olsun ki, bu böyük Məryəmdir. Məryəm əl-Kübradır. Fatimə-i Zəhranın titullarından biri Böyük Məryəmdir. Məsihin anası olan Böyük Məryəm. Niyə? Çünki Məsihin anası Məryəm bakirə doğum etməsi ilə tanınırdı. Lakin əslində hekayə lap başlanğıcda baş verən fərqli bir bakirə doğumundan bəhs edir. Və bu Barbelonun bakirə doğumudur. Muhammed ve Ali Muhammed aleyna vel mehdiyin ve sellem teslima. Ruh onu xeyirlə məhs etdi və onu kamil etdi. Onda xeyir barədə heç bir əksiklik yox idi. Çünki o, görünməz ruhun xeyri ilə məhs edilmişdi. O, ruhun hüzurunda durdu və ruh onun üzərinə axdı. Bu məhsi qəbul etdikdən sonra o dərhal ruha və kamil təqdirə izzət verdi. Çünki o, onun vasitəsilə vücuda gəlmişdi. O, xahiş etdi ki, ona yoldaş olaraq ağıl verilsin. Ruh razılaşdı və bu möhtəşəmdir. Çünki bilirsiniz, bu mənə həmçinin nəyi xatırladır? Bu mənə İmam Əhməd Əl-Həsən əleyhissalamın bizə öyrətdiklərini xatırladır. Və görən gözləri və ya xatırlayan yaddaşı olanlar üçün bu əslində hikmət sahibinin qayəsində var. Onlar xatırlayacaqlar ki, İmam Əhməd Əl-Həsən əleyhissalam demişdi ki, İsa'nın atası yox idi, anası var idi. Lakin hikmət sahibinin qayəsində başqa bir yerdə o deyir ki, İsa Əli ibn Əbu Talib əleyhissalamın ruhlar aləmindən oğludur. Beləliklə, burada ikinci təbəqəmiz də var. Mətndə bu çox aydındır və yeri gəlmişkən bunun Muhammed və Ali Muhammed ilə hər hansı bir əlaqəsi olduğuna inanmayanlar belə bununla razılaşırlar. Onlar etiraf edirlər ki, bu 5 varlıq tək yaşayır və bu 5 varlıq nurdan daha yüksəkdir. Nur Barbelodan doğulur və onların ikisini bir-birindən ayıran bu xətt və burada nəyin mövcud olduğunu göstərir. Görünməz ruh razılaşdıqda ağıl vücuda gəldi və məhs edilmişin yanında dayandı. Ruha və Barbeloya izzət verdi. Bu varlıqlar sükut düşüncə vasitəsilə mövcudluğa gəldilər. O, görünməz ruhun kəlamı vasitəsilə hərəkət etmək istədi. Ruhun iradəsi əmələ çevrildi və nura izzət verərək ağıl ilə birlikdə göründü. Sonra kəlam iradə ilə birlikdə gəldi. Məsih öz-özündən yaranan kəlam vasitəsilə hər şeyi yaratdı. Deməli, indi bunun hara getdiyi barədə bir fikrimiz formalaşır. Beləliklə, doğulan bu nur görünür ki, İsa idi. Çünki onlar onu Məsih adlandırırlar. Və indi bizdə bu digər 3 şey var. İradə, ağıl, kəlam. Mətn, onların kimdən çıxdığını demir. Lakin onlar mütləq şəkildə indi ikinci təbəqədə müstəqil olaraq mövcuddurlar. Lakin onlar bu beşliyin aspektləri idilər. Beləliklə, ağıl əvvəllər də mövcud idi. Lakin o, önə çıxarıldı və ya onun bir hissəsi nur üçün yoldaş olaraq önə çıxarıldı. Eynilə bugün ağılı qəbul edə bilən bir çox varlığın olduğu kimi. Elə deyilmi? Beləliklə, əbədi həyat və iradə, ağıl və qabaqcadan bilmə ilə birlikdə dayandılar. Görünməz ruha və Barbeloya izzət verdilər. Çünki onlar onun vasitəsilə vücuda gəlmişdilər. Müqəddəs ruh, oğlu, özünün və Barbelonun ilahi öz-özünə yarananı
kamilliyə çatdırdı ki, o böyük görünməz bakirə ruhun qarşısında ilahi öz-özünə yaranan Məsih kimi dura bilsin və güclü bir səslə onu şərəfləndirsin. Oğul təqdir vasitəsilə önə çıxdı. Görünməz ruh ilahi öz-özünə yarananı hər şeyin üzərinə qoydu. Bütün hakimiyyətlər ondan aşağı yerləşdirildi. Onun içindəki həqiqət ona hər şeyi bilməyə imkan verdi. Beləliklə o bir növ kamil nümayəndə, kamil xəlifə kimi önə çıxır və bu Muhammed və Ali Muhammedin hədisləri ilə və bizim hikmət sahibinin qayəsində danışdıqlarımızla bu kamil hərflərin, kamil elçilərin olması və onların birincisinin İsa olması ilə tamamilə uzlaşır. Elə deyilmi? O İsa ki, Sair dağında Allahın zühurudur. Beləliklə Sairdə Allahın zühuruna əvvəlcə məsuliyyət verilir. O kamil xəlifə kimi edilir. O Fatimə-i Zəhra əleyhissalamın ilk doğulan oğludur. Və ona hər şey üzərində hakimiyyət verilir. O hamısından ən yüksək adla, nurdan, yəni Məsihdən, mütləq saflıqdan, ruhun hədiyyəsi vasitəsilə yalnız onu eşitməyə layiq olanlara vəhy edilən bir adla çağırılır. Sonra 4 nur ilahi öz-özünə yaranandan ortaya çıxdı və onun qarşısında durdu. 4 əsas qüvvə bunlardır: anlayış, lütf, qavrayış və düşüncə. Lütf, Harmozel adlanan birinci mələyin nur aləmində mövcududur. Harmozel ilə birlikdə lütf, həqiqət və forma var. İkinci nur Urail adlanır. O ikinci aləmin üzərində dayanır. Urail ilə birlikdə konseptuallaşdırma, qavrayış və yaddaş var. Üçüncü nur Davyezay adlanır. O üçüncü aləmin üzərində dayanır. Davyezay ilə birlikdə anlayış, sevgi və ideya var. Dördüncü nur Elelit adlanır. O dördüncü aləmin üzərində dayanır. Elelit ilə birlikdə kamillik, sülh və hikmət var. Beləliklə, indi yaradılan bu varlıqlar var. Bu 4 mələk irəli gedir. Bu 4 mələyin hər birinin irəli gətirdiyi və Məsihə verdiyi 3 qüvvəsi və ya 3 varlığı var. Və onlardan biri hikmətdir, yəni Sofiya. 3 vur 4 bərabərdir 12-yə, elə deyilmi? Və biz bilirik ki, İsa ilə əlaqələndirilən bu rəqəm var. Onun 12 şagirdi və ya 12 həvarisi olması, elə deyilmi? Bunlar ilahi öz-özünə yarananın qarşısındakı 4 nurdur. Qüdrətli olanın oğlunun öz-özünə yaranan Məsihin qarşısında 12 aləm dayanır. Beləliklə, yuxarıdakı səmalarda, lap başlanğıcda o zuhur edir və onun yerdə 12 dəstəkçisi var. O zuhur edir və onun 12 həvarisi var. Və bu nurların və ya bu məxluqların hər biri həm aləmdir, həm də varlıqdır. Lakin həm də sifətlərdir. Görünməz ruhun iradəsi və lütfü ilə qüdrətli olanın, oğlunun öz-özünə yaranan Məsihin qarşısında 12 aləm dayanır. 12 aləm öz-özünə yarananın oğluna məxsusdur. Bütün bunlar müqəddəs ruhun niyyəti ilə, öz-özünə yaranan vasitəsilə kamil ağlın qabaqcadan bilməsi ilə, görünməz ruhun və öz-özünə yarananın iradəsi ilə vücuda gəldi. Beləliklə, burada bir ipucumuz var. Ağıl Məsih mövcud olmazdan əvvəl mövcud idi, sonra kamil insan zuhur etdi. İlk həqiqi təzahür baş verdi. Kim zuhur etdi? Bakirə ruh bu insanı Adamas adlandırdı. Və onu qüdrətli öz-özünə yaranan Məsih və birinci nur, Harmozil və onun qüvvələri ilə birlikdə birinci aləmə yerləşdirdi. Görünməz olan Adamasa məğlub edilməz ağıl gücü verdi. Adamas danışdı. Görünməz ruha izzət və həmd verdi. O deyir ki, hər şey səndən gəlir və hər şey sənə qayıdacaq. İnna lillahi və inna ilayhi raciun. Biz Allahdanıq və ona tərəf qayıdacağıq. Mən sənə öz-özünə yaranana və ata, ana oğlun üçlü aləminə, kamil qüdrətə, həmd və izzət verəcəyəm. İkinci aləmin üzərinə ruh, Adamasın oğlu Şisi, ikinci nur, Urail ilə birlikdə yerləşdirdi. Üçüncü aləmdə Şisin övladları üçüncü nur, Davyeza ilə birlikdə yerləşdirildi. Müqəddəslərin ruhları oradadır. Dördüncü aləmdə dolğunluqdan xəbərsiz olan, dərhal tövbə etməyib, sonradan tövbə edən ruhlar var. Onlar dördüncü nur Elelitlədirlər.
Bütün bu yaradılmış varlıqlar görünməz ruha həmd edirlər. Deməli, burada bir növ məlakutun və ya səmaların bu təbəqələrinin yaradılmasını anlayışını əldə edirik. Elə deyilmi? Və hər təbəqədə sanki ən yaxşılar, sonra növbəti ən yaxşılar və sonra da yaxşı keçinən və ya hər nəysə günahkarlar var. Sonra elə oldu ki, konseptual düşüncənin iyonu hikmət, Sofiya öz-özünə düşünməyə başladı. Burada nə baş verir? Gəlin görək, o görünməz ruhun düşüncəsindən və qabaqcadan bilməsindən istifadə etdi və öz surətini meydana gətirməyə qərar verdi. O dedi, mən də özümün bir surətini düzəldəcəyəm. Beləliklə hikmət ruhun razılığı, icazəsi olmadan özünün bir surətini yaradır. Hansı ki, ruh bunu təsdiqləməmişdi. Allah bunu təsdiqləmədi. Allah onun yaratmağa hazırlaşdığı bu məxluqa icazə vermədi. O kimi yaradır və o bunu öz kişi partnyorundan xəbərsiz yaradır. Heç öz partnyoruna belə güvənmir. Halbuki onlar cütlüklər şəklində yaratmalıdırlar. Partnyoru da bunu təsdiqləməmişdi. Aha, burada nə baş verir? O kimi yaradacaq? Aman Allahım. Görünməz ruhun razılığı olmadan, partnyorun xəbəri olmadan o bunu vücuda gətirdi. Məğlub edilməz bir gücə sahib olduğu üçün düşüncəsi boş değildi. Lakin ondan naqis bir şey çıxdı. Görünüşcə ondan fərqli idi. Onu kişi partnyoru olmadan yaratdığı üçün özünə bənzəməyən təhrif olunmuş bir varlıq meydana gətirdi. Sofiya arzunun nə yaratdığını görəndə o şir başlı bir əjdaha formasını aldı. Gözləri ildırım kimi çaxırdı. O onu ölümsüz varlıqlar aləmindən tez kənara atdı ki, onu görməsinlər. O utandı. Onu cəhalət içində yaratmışdı. Cəhalət bu yaradılışın atası idi. Cəhalət kimdir? Ömər. Bəs cəhalətin oğlu kimdir? İblis. Sofiya onu parlaq bir buludla əhatə etdi və mərkəzinə bir taxt qoydu ki, dirilərin anası adlanan müqəddəs ruhdan başqa heç kim onu görə bilməsin. O, onun adını Yəldəbus qoydu. Yəldəbus baş hökmdardır. O, anasından böyük güc aldı. O, onu tərk etdi və doğulduğu yerdən uzaqlaşdı. Nəzarəti ələ aldı. Özü üçün aləmlər yaratmağa başladı. Onun hələ də mövcud olan alovlu oddan dolayı ağlı başından gedir. İndi xatırlayın, o şir başlı bir əjdahadır və biz bilirik ki, əjdaha adətən şeytanla əlaqələndirilən bir təsvirdir. Yəldəbus içindəki axmaqlıqla birləşdi və o yuxarıdakı pozulmaz aləmləri təqlid edərək hakimiyyətlər törətdi. Aha, bu çox vacib bir ipucudur. Çünki indi başa düşürük ki, əslində Adamas və bütün o yaradılan aləmlər, bütün bunlar məlakutda baş verir. Bu formalar aləmindədir, bu pozulmaz aləmlərdədir. Burada maddi aləmlərdə heç nə baş vermir. Yəldəbus yuxarıda qüsursuz aləmlərdə gördüklərini kopyalayaraq maddi aləmləri başladan şəxsdir. Birincisi Azozdur, ikincisi Harmasdır. Alovun gözü adlanır. Üçüncüsü Kalila Omubri. Dördüncüsü Yabel. Beşincisi Adonay. Altıncısı Qabildir. Yedincisi Habildir. Səkkizinci Abriesenedir. Doqquzuncu Yobel. 10-cu Armupiel. 11-ci Melxeyr Adoneydir. 12-ci Belyasdır ki, o Hadesin ən dərin hissəsində hökmranlıq edir. O ilk 7 hökmdarı 7 səmanın üzərinə qoydu. Deməli, o 7 səma yaradır. Onları o yaradır və o köməkçilərindən 7-sini yaratdığı 7 şər ruhu təyin edir. O, onların hər birini məlakutdan birinə cavabdeh qoyur. Və digər 5-ini cəhənnəm odunun təbəqələrindən, 5-ini uçurumun 5 dərinliyi üzərinə qoyur. Onları ora yerləşdirir. O, atəşinin bir hissəsini onlarla paylaşdı, lakin anasından aldığı nur gücünün heç birini paylaşmadı. O, cahil zülmətdir. Nur zülmətlə qarışdıqda zülmət parlamağa başladı və nur sönükləşdi.
Bu artıq nə tam nur, nə də tam qaranlıq idi. Bu ikisi arasında bir şey, sönüklük idi. Bu tamamilə füsunkardır. Çünki burada, bu mətndə erkən xristianlar, Məsihin şagirdləri izah edirlər ki, iblis əslində belə yarandı. İnsanlar soruşanda ki, niyə Allah şeytanı vücuda gətirdi? O gətirmədi, o etmədi. O şeytanın vücuda gəlməsinə icazə vermədi. Baş verən o idi ki, bu bir məxluqun əməli idi. Bu, səhv getmiş bir təcrübə idi. Bu, icazəsiz yaradılan bir Frankenstein canavarı idi. Bu, sönük hökümdarın 3 adı var. Yəldəbus, Saklas və Səmail. O, cəhalətinə görə küfr edəndir. O, mən tanrıyam və məndən başqa tanrı yoxdur deyəndir. O, öz gücünün haradan gəldiyini bilmirdi. Onun hökümdarları özləri üçün 7 hakimiyyət yaratdılar və onların hər biri 6 şər ruh yaratdı. Beləliklə, cəmi 365 şər ruh ortaya çıxdı və bu maraqlıdır, çünki burada çoxlu sirlər cəmlənib. Yeri gəlmişkən, mən sözünün latın dilində nə olduğunu bilən varmı? Ego. O deyir, məndən başqa tanrı yoxdur. Beləliklə, burada çox maraqlı bir ipucu əldə edirik. Onun şər ruhları özləri də şər ruhlar yaratmağa başladılar. İndi vəziyyət nəzarətdən çıxır. Şər ruhlar yaradır və onlar da şər ruhlar yaradır. Onlar da şər ruhlar yaradır. İndi bu dəlilik həddinə çatır. Yəldabus çox əylənir və o çox axmaqdır. O heç özünün necə vücuda gəldiyini belə bilmir. O heç nə bilmir. O həqiqətən düşünür ki, tanrıdır. O yalnız başqa bir şeyin mövcud olduğunu düşünür. Anasının mövcud olduğunu bilir. Bilir ki, Sofiya onu vücuda gətirib, amma o çoxdan ondan qaçıb. İndi burada cəmi 365 şər ruhun olduğu deyiləndə, bu o deməkdir ki, bu 365 şər ruh bu dünyada təzahür edir. Hər biri ilin bir günü olaraq, bu bir aləmdir, məkandır. Onlar sırf bu şəkildə həm bir aləmdir, həm də bir varlıqdır. Onlar şər ruhlardır. Lakin onlar həm də aləmdir, mövcud olduğumuz və içindən keçməli olduğumuz. Onların hökmranlıq etdiyi bir zaman yeridir. Başa düşürsünüz? Beləliklə aydındır ki, burada Ümmül Kitabdan bəzi səhifələr var və Yəhyanın gizli kitabında onun tanrı olduğunu və ondan başqa tanrı olmadığını bəyan etməsi çox paralellik təşkil edir. Burada baş verən bir təkəbbür var. Uca hökmdar Əzazilə nur borc verdi və biz Yəhyanın gizli kitabından bilirik ki, o, bu nuru Sofiyadan götürdü və onun mənşəyi uca hökmdardan idi. Beləliklə, eyni şey baş verir. O, bu nurdan istifadə etdi. O, yaradılışını formalaşdırdı. Öz surətində ruhlar yaratdı. Hökmdar onun etdikləri barədə hayqırdı. Əzazil yaratdığı məkanı, iyonu və ruhu vücuda gətirərək hayqırdı. Və uca hökmdardan başqa heç kim onların sayını bilmir. Onun hər yerdə çoxlu sayda məxluqu var idi. Uca hökmdar Əzazilə dedi, ey qoca, mənə de görüm sən kimsən və mən kiməm və bütün bu məxluqlar nədir? Əzazil cavab verdi, sən bir ilahsan, mən də bir ilaham və bütün bu ruhları ikimiz yaratmışıq. Uca hökmdar dedi, iki ilah ola bilməz, sən mənim yaradılışımsan, bu ruhları yaradan mənəm və Allahın sözlərinin yerinə yetməsi olaraq mən gildən bir insan yaradacağam. Əzazil dedi, mənim yaratdıqlarım səninkindən çoxdur. Bəli, mən səndən 10 dəfə çox yaratmışam. Sən necə öz ilahlığını iddia etməyə cürət edirsən? Yaxşı, gəlin davam edək, mən sadəcə bunu qeyd etmək istədim. Çünki biz gələcək bir tarixdə Ümmül Kitaba baxacağıq, lakin oradakı paralelliyi göstərmək istədim. Bunlar 7 hakimiyyət və onların üzləridir. Beləliklə o, bu super 7 qüvvəni yaradır. Xatırlayın, 7 səma var. Və Azozun üzü qoyun formasında idi. O belə görünürdü. Onun üzü qoyun formasında idi. Eliausun üzü eşək formasında idi. Astafiosun üzü kaftar formasında idi. Yao 7 başlı ilan üzü. Səbus əjdaha üzü. Adonin meymun üzü. Səbbatius od və alov üzü. Beləliklə aydındır ki, onlar məsx tipli məxluqlar kimi çox çirkindirlər. Və bu həmçinin burada sizə yer üzündə gördüyümüz heyvan formalarının mənşəyini göstərir. Heyvan formalarının mənşəyi iblis tərəfindən ilkin olaraq
yaradılmış şər ruhlara əsasən formalaşdırılıb və şəkilləndirilib. Buna görə də onlar belə çirkindirlər. Bunlar həftənin 7 günüdür, onlar bu dünyanı idarə edirlər. Beləliklə 365 xatırlayın. Mən sizə deyirdim ki, hər şər ruhun bir günü var. Hər həftənin üzərində onlardan bir başçısı var. Bunlar həftəni idarə edən başçılardır. Burada bazar günü boyun üzü, bazar ertəsi eşşək üzü. Tuesday. Çərşənbə axşamı Yəldəbusun bütün bunlardan daha çox üzü var. Buna görə də o istədiyi hər hansı bir formada görünə bilər. Beləliklə şeytan forma dəyişdirəndir, o forma dəyişdirə bilir. O ətrafındakı alovlu varlıqlara, serafimlərə istədiyi hər hansı formada görünə bilir. O atəşini öz serafimləri ilə paylaşdı. Lakin saf nur kimi yox, baxmayaraq ki, o anasından götürdüyü nurun güc və izzətindən istifadə edərək onları idarə edirdi. Beləliklə o özünü Tanrı adlandırdı və həqiqi mənşəyini görməzdən gəldi. O öz 7 düşüncə qüvvəsini onu müşahidə edən hakimiyyətlərə bağladı. O danışdı və dediyi şey oldu. O 7 qüvvəni belə adlandırdı. Azoz ilə xeyirxahlıq, Eliaos ilə təqdir, ilahlıq. İndi o anasından götürdüyü bütün o sifətləri alıb bu şər ruhlara təyin edir. Artıq onların gücləri var və bu güclərin bəziləri yaxşı güclərdir. Lakin onlar onu təhrif edirlər, onu korlayırlar. Onlar ondan şər üçün istifadə edirlər. Yao ilə Rəbblik, Səbos ilə krallıq, Adonim ilə qeyrət, Səbbatios ilə anlayış. Hər birinin daha yüksək bir aləm əsasında modelləşdirilmiş bir aləmi var. Hər yeni ad səmavi bir izzətə işarə edir ki, Yəldəbusun şər ruhları sonda məhv edilə bilsinlər. Yəldəbus tərəfindən verilən şər ruh adları güclü adlardır. Lakin yuxarıdakı aləmləri əks etdirən qüvvələrin daha yüksək adları şər ruhları aşağı salacaq və onların gücünü aradan qaldıracaq olanlardır. Buna görə də hər birinin 2 adı var və bu orada çox vacibdir. Və bu sehrlə maraqlanan və sehr haqqında və ruhları çağırmaq haqqında oxuyanların hamısı üçün çox vacibdir. Və bunu edənlər biləcəklər ki, əgər bir şər ruh idarə etmək və ya bir şər ruhu çağırmaq istəyirsinizsə, çağırdığınız şər ruhun adını bilməlisiniz. Lakin əgər həqiqətən onu idarə etmək istəyirsinizsə, əgər onu qovmaq istəyirsinizsə, o zaman onun hansı mələkdən yaradıldığını, həmin mələyin adını bilməlisiniz. Aydındır? Və bu qüvvələrin paylaşılmasıdır və burada nümayiş etdirilən budur. Siz onun əsasında modelləşdirildiyi məxluqun əsl adını bilməlisiniz. Beləliklə, şeytanın şər ruhları onun mələkləridir. Və onlar yuxarıda eyni xüsusiyyətlərə və sifətlərə malik olan həqiqi mələklər əsasında modelləşdiriliblər. İndi aydın olurmu? Yəldəbus öz yaradılışını onlara bənzəməsi üçün daha yüksək əbədi aləmlərin nümunəsinə uyğun olaraq formalaşdırdı. Bundan daha aydın ola bilməz. Əslində onları gördüyü üçün deyil, anasından onun içindəki güc, onu yuxarıdakı nümunədən sönük şəkildə xəbərdar etdiyi üçündür. O ətrafında yaratdığı yaradılışı görəndə ondan çıxan şər ruhlara dedi: "Mən qısqanc Allaham və məndən başqa heç bir ilah yoxdur." Bunu deməklə o təsadüfən şər ruhlarına etiraf etdi ki, başqa bir Allah var. Əks halda o kimi qısqanırdı? Anası parlaqlığının solduğunu gördükdə nur itirdiyini dərk etdi və irəli geri hərəkət etməyə başladı. Deməli bu indi maraqlıdır. O, onun gücünü, onun enerjisini oğurlayır. Enerji oğurlamaq həqiqətdir. Enerji oğurlayan insanlar var. Enerji oğurlayan şər ruhlar var. Və bizim burada Yəldəbusun Sofiyanın enerjisini oğurlaması ilə bunun baş verdiyinə dair əsas nümunəmiz var. Və o sadəcə qaralır. O indi çox depressiyadadır. O böyük bir səhv etdi. Həyat yoldaşı onun hərəkətini təsdiqləmədiyi üçün o daha da qaraldı. Mən dedim: "Ustad, onun irəli-geri hərəkət etməsi nə deməkdir?" O güldü və dedi: "Bu Musanın yazdığı kimi deyil. Ruh suların üzərində hərəkət edirdi." Qətiyyən elə deyil. O baş verən şəri və oğlunun nuru necə oğurladığını görəndə tövbə etdi. Cəhalət qaranlığında unutmağa başladı. O utandı və hələ yuxarı qayıda bilmədi. Lakin hərəkət etməyə başladı.
Beləliklə o irəli geri getdi. Təkəbbürlü olan Yəldəbus anasından güc almışdı. O cahil idi. Anasından başqa heç kimin mövcud olmadığını düşünürdü. O yaratdığı şər ruhlar ordusunu gördü və özünü onlardan üstün tutdu. O özünü həqiqətən yüksək və qüdrətli sandı. Amma ana bu varlığın nə qədər qüsurlu olduğunu dərk edəndə dedi: "Bu məndən çıxan məlun bir məxluqdur. Bu məlun şey doğduğum gün nə pis gündür." O başa düşdü ki, həyat yoldaşı buna razı olmamışdı. O ağladı və dərindən tövbə etdi. İlahi aləmlərin bütün dolğunluğu onun tövbəsini eşitdi. Onlar görünməz bakirə ruhdan, yəni uca Allahdan ona xeyir dua verməsini istədilər. Ruh razılaşdı və müqəddəs ruhu bütün dolğunluqdan onun üzərinə tökdü. Həyat yoldaşı birbaşa özü gəlmədi. O dolğunluq vasitəsilə gəldi ki, o qadın öz ilkin vəziyyətinə bərpa olunsun. O oğlundan yuxarı qaldırıldı, lakin hələ öz ilkin aləminə qayıtmadı. O tam bərpa olunana qədər 9-cu sferada qaldı. Yeri gəlmişkən bu mövzu bu əlyazmalarda Sofiyanın düşüşü, hikmətin necə düşməsi haqqında çox mövcuddur. Bu Adəmdən əvvəlki ilkin düşüş idi və o İsa vasitəsilə, Məsih vasitəsilə və ya oxuduğunuz əlyazmadan asılı olaraq tövbəsi və ya müqəddəs ruh vasitəsilə xilas edildi. Sonra ən yüksək aləmlərdən bir səs gəldi. İnsanlar və insanoğlu mövcuddur. Beləliklə qəflətən şeytan bu böyük elanı eşidir. Məlakutdan gələn bu elan insan varlıqları və bu insanoğlu artıq mövcuddur. Baş hökmdar Yəldəbus bu səsi eşitdi. O düşündü ki, bu anasından gəlir. Amma onun əsl mənbəyini bilmirdi. Müqəddəs ana, ata, kamil təqdir, görünməz olanın surəti, hər şeyin atası, hər şeyin özü vasitəsilə mövcud olduğu və o varlığı tanımırdı. İlk insan onlara insan formasında göründü. Baş hökmdarın bütün aləmi sarsıldı. Uçurumun təməlləri titrədi. O maddi dünyanın üzərindəki suları işıqlandırdı və onun surəti o sularda göründü. Beləliklə, həmişə bu mövzu da var ki, fiziki aləmin üzərində çox yüksəkdə, sanki biz su ilə əhatə olunmuşuq. Bizimlə digər dünyaların arasında su var. Sanki hüceyrələrin arasındakı su kimi və ya buna bənzər bir şeylə əhatə olunmuşuq. Bütün şər ruhlar və baş hökmdar parlayan suların alt tərəfinə doğru yuxarı baxdılar. Beləliklə onlar məlakuta baxırlar, eynilə cinlərin məlakuta baxdıqları kimi, elə deyilmi? Ta ki, ulduzlar məlakutu qorumağa və onları aşağı göndərməyə başlayana qədər. Çünki onlar daha yüksək aləmlərdə, daha yüksək səmalarda surətləri görə bilirdilər. O nur vasitəsilə onlar sulardakı surəti gördülər. Yəldəbus şər ruhlara dedi: "Gəlin Allahın surətinə uyğun və özümüzə bənzər bir insan düzəldək. Onun surəti bizə nur versin." Beləliklə onlar Adaması, yuxarıdakı formanı görürlər və o yer üzündə Adəmi yaratmaq istəyir. Hər biri digərlərinin gücündən istifadə edərək insanın hissələrini yaratdılar. Hər biri yuxarıdakı surətdə gördükləri psixi keyfiyyətlərə əsaslanaraq bir xüsusiyyət əlavə etdi. Onlar ilk kamil insana bənzəyən maddi cövhərlərdən bir məxluq düzəltdilər və dedilər: "Gəlin onu Adəm adlandıraq. Görürsünüz onu?" Onlar onları bir araya gətirirlər. Gördüklərini təqlid etməyə çalışaraq çox çalışırlar. Gəlin onu Adəm adlandıraq ki, onun adı bizə nurun gücünü versin. 7 qüvvə işlərinə başladı. Xeyirxahlıq sümüyün ruhunu yaratdı. Təqdir vətərlərin ruhunu yaratdı. İlahilik ətin ruhunu yaratdı. Rəblik iliyin ruhunu yaratdı. Krallıq qanın ruhunu yaratdı. Qeyrət dərinin ruhunu yaratdı. Anlayış tükün ruhunu yaratdı. Şər ruhlar ordusu bu elementləri qüvvələrdən götürdü ki, bədəndəki üzvləri formalaşdırsınlar. Onlar hissləri bir-birinə uyğunlaşdırdılar və düzdülər. Bir çox xüsusi şər ruh hər bədən hissəsinə təyin edildi. Gözlər, qulaqlar, dişlər, orqanlar, sümüklər, oynaqlar və s. Digərləri isə üzvlərdəki enerjini və bədənin funksiyalarını idarə edirdilər. Beləliklə o sadəcə tərəfimizə şeytanlar yerləşdirir. İndi bu hədislər məna kəsb edir. Harada ki deyilir, əsnəyərkən diqqətli olun, yoxsa şeytan, bilirsiniz də, hamısının üzərində bütün bədəni idarə edən 7 nəfər var idi. Mikail, Urail, Asmendas, Safasutoil, Armoriam, Rixram, Amyorps. Bir ruh qavrayışı. Biri qəbulu, biri təxəyyülü, biri inteqrasiyanı və biri təhriki idarə edirdi.
Cismani şər ruhların 4 kökü var. Buna görə də o hər bədənə 4 şeytan yerləşdirir. İsti, soyuq, quru və nəm. Maddə onların hamısının anasıdır. Hər keyfiyyətin öz idarə edən şər ruhu var. Və onların anası maddəsinin özü, onların arasında məhdudiyyətsiz dayanır. Hamısını bəsləyir. Beləliklə, bədən həqiqətən bir şeytandır. Gildən düzəldilmiş bir şey. Lakin həm də hərfi mənada bir şeytandır ki, onu quran, formalaşdıran, düzəldən, bəsləyən, saxlayan, idarə edən hər cür şeytanlara sahibdir. Onlardan 4 əsas şər ruh yüksəlir. Biri həzzə, biri arzuya, biri kədərə və biri qorxuya bağlıdır. Beləliklə, isti, soyuq, nəm və quru bədənimizin içində olduğu bu hallar əslində bu təsirləri yaradır. Həzz, arzu, kədər və qorxu. Kədərdən həsəd, qısqanclıq, qəm, qəzəb, qəddarlıq, narahatlıq və yas gəlir. Həzzdən çoxlu pislik, haqsızlıq, qürur və daha çoxu gəlir. Arzudan hiddət, acılıq, narazılıq və daha çoxu gəlir. Və qorxudan dəhşət, yaltaqlıq, əzab və utanc gəlir. Onların həqiqəti və düşüncə tərzi 7 duyğu ilə əlaqəli olan maddi ruhun hökmdarına məxsusdur. Ümumilikdə 365 şər ruh var. Onlar psixi və maddi bədəni tamamlamaq üçün birlikdə işləyirlər. Digər ehtiraslara cavabdeh olan daha çox şər ruh var. Əgər onları tanımaq istəyirsinizsə, onların Zərdüştün kitabında təsvir edildiyini görəcəksiniz. Beləliklə, bizdə təkcə İslami mənbələr yoxdur, həm də xristian mənbələr var ki, onlar da Zərdüştün həqiqi bilikli müdrik, Allahdan gələn və elmə sahib bir peyğəmbər olduğunu təsdiqləyirlər. Və onlar bir kitabı təsvir edirlər ki, orada əslində onların hamısının adları var. Yəldəbisun bütün xidmətçiləri və şər ruhları psixi insan bədənini bitirmək üçün uzun müddət işlədilər. O, sakit və hərəkətsiz uzandı və qalxmadı. Beləliklə, mən burada dayanacağam. Biz hələ əlyazmanı bitirməmişik. Allah sizi qorusun, dostlar. Sizi sevirəm, gecəniz xeyrə qalsın. Əssəlamu aleykum. God bless you guys. Love you. Have a good night. Assalamu alaikum.